əsas yük sürücünün üzərinə düşür. Bir dəfə maraqlı hadisələrdən mənim sürücümün başına gəlib. Aha. İndi özü bu videoya baxanda görəcək ondan danışıram. Yəni fəxr edəcək. Ki məndən danışılır. Onun müdür yadında qaldı. Onun ayaq sayıqlığı nəticəsində insan deyək ki, narkotik vasitənin dalıyca gedir. Bizim sürücü də biraz ayaq sayıq olduğu üçün baxır ki, bu insan nəsə axtarır da, minikdə ora sürdürür, bura sürdürür. Nəsə də o zakladka deyirlər, nə deyirlər, konuma gediblər götürməyə. Bu da indi taksidir də, nə bilsin hara gedir bu? Bunun əlində tutaq ki, sumka ilə minib, bu sumkaya minəndə bu sumkasının içində nə var bunun? Narkotik var, silah var, nə var? Sumkadadır. Yəni ortada cəmaatın sumkasını yoxlamırsan ki. Aha. Gedib belə sürücü riski belə tutub ki, bu nəsə axtarır. Bir dənə dayan. Su gedişi sonlanır da, yəni səndən sağollaşaq da. Bu görüb ki, bu nəsə salamat adamdır. Deyir elə müdür, proqramı sonlaşdırırdı ki, bundan pulu alın, bu yəni qaçacaq da, elə bir nəsə axtarır görəm, o axtardığını götürüb qaçacaq. Həmin momentdə elə polis əməkdaşları gəldi, bizi tutdu. Həm sərnişini, həm şey. Hə, polislər də haqlı olaraq onu da tutur, bunu da tutur ki, gəl görək də ikimizi də tutmuşuq. Görək nədir bu? O zaman polislər onu izləmədə idilər. İzləmədəymiş. Burası burada sürücünün vəziyyətdən çıxardan o oldu ki, tətbiqdə zakazla gedib bu. Yəni tətbiq vurub insan, taksi çağırıb, taksi ilə də gedib. Bu da açıq ki, mən proqramla gəlmişəm, taksiyəm, buyam. Baxırlar, heç bir əlaqəsi yoxdur polislər bundan. Araşdırma, sürücünü sərbəst buraxırlar. Nə gözəl. Belə hadisələr də baş verir.